Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Yenə gecə saatlarında saat 1-ə işləmiş biz sizinlə görüşürük. Bugünkü videomuzun mövzusu Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu 20-li sınaq informatika toplusundan ümumi sınaq 1, yəni sınaq imtahanı nömrə 1 deyil. Başlayaq sualların izahına. Sual nömrə 1. İnformasiya xassələrinə aid deyil. Deməli belə, informasiyanın nəticəli deyə bir xassəsi yoxdur. Bu alqoritmin xassəsidir. Sual nömrə 2. Cybernetics sözünün C şifri kimidir? Bu şifrələmə tətbiq edilsə, kalkulator sözünün C şifri hansıdır? Okey. C C'yə çevrilib. Yəni bu o demək ki, 4 addım sağa doğru hərəkət etdirilib simvol əvəzlənməsi. Eyni prosesi kalkulyator sözü üçün eləsə, yenə C ilə başlayacaq. Və A da 4 addım sağa hərəkət etdirirsə, D yox, Y olacaq. Okey, bunlardan fərqlilik nədə var? Axırına baxaq. S simvolu 4 addım sağa doğru hərəkət etdirirsə, W simvolu ilə əvəz olunacaq. Cybernetics sözündə. Deməli belə burada görmədik. Bircə dəqiqədə baxaq. Deməli C simvolu C. Elə bir ki, cavab yoxmuş kimi gəldi. Yenə baxaq bir dənə. Deməli belə. Onda ilk üç simvolu eynidir, dördüncüsü eynidir, beşinci simvolu eynidir, altıncı simvol hamısında eynidir. Sonra X-dir, sonra S-dir, sonra V-dir. Deməli, S yox, aha, səhv yerdən baxdıq. Deməli, R simvolu 4 addım sağa hərəkətləndə V simvolu olur. Ona görə bu da olmur. Bunlar arasındakı fərq S ilə T-dədir. Ona görə O simvoluna diqqət edəcək. O simvolundan 4 simvol sağa doğru S simvoludur. Buna görə ki də A. Diqqətimiz yayılmışdı. Yəqin gecə saatlarında olduğuna görə. İfadəsinin qiyməti onluq say sistemində neçə olacaq? Bunlar 3 rəqəmli həmin say sistemində ən kiçik ədədlərdir. Belə ki, bu 4 olur. 2-nin qüvvəti 2 dərəcədən bu 16 olur. Bu 25 olur. Bu da 9 olur. Belə ki, 20, 45 plus 9, 54 cavabını almış olur. Üçüncü sualda D variantı doğru cavabdır. Avtomatik qurğu girişə və nəticələri müəyyən qanağına etməli. Qanağına əsasən boş ədədi müəyyən edin. Görünür ki, belə görünürdü ki, bura kimi deməli 2-yə vurulur, 2-yə vurulur. Amma burada və burada o görülmür. Deməli 2-yə vurulmaqdan başqa bunlar palindrom ədədlərdir deyə tərsinə çevirəndə də eynidir. Görsənir ki, tərsən düzülüşü ilə özünü cəm edir. Deməli bura 124 ilə 124 ilə 421-in cəmi olacaq ki, bu da 545 qiyməti verəcək. Yəni 4-cü sualda C variantı doğru cavab olur. 5-ci sual. Aqqara təsvirdəki 16, təsvirin 16 say sistemində kodlaşdırılması neçə 16-lıq rəqəmdən ibarət olar? Hı -hı. Yəqin ki, bunlar piksel yerləri olaraq nəzərdə tutulub. 6-nın 7-yə olduğundan 42 dənə simvol var. Aqqara təsviri, yəni monoxrom deyilsəydi daha yaxşı olardı. Bunun yerinə monoxrom deyək. Monoxrom desək daha yaxşı olar. Özündə neçə bit informasiya. Neysə, aqqara da olar. Yəni minimalı soruşar. Yəni tokka vermək. İki rəngi var deyə bir pikselin rəngi bir bitli ifadə olunacaq. 42 bit, 42 dənə ikili rəqəmdir. 16-lıq say sistemindən keçəndə isə hər 4 dənəsi bir dənə olduğundan 42-ni 4-ə bölsək alınacaq 10, 10 dənə 4, 40 və burada 2. Yəni 4-4 arasıq 2 dənəsi də yerdə qalmasın deyə o da bir dənə 16-lıq rəqəmlə olacaq. Bir daha vuruq edilen bir dənə 16-lıq rəqəm 4 bit informasiya saxlayır. Bu səbəbdən dolayı 5-də
olacaq B variantı. Çəkim matrisisinə əsasən adi qrafın, okey, adi qrafın dediyinə görə, zaten bunu da baxsa, adi qraf olduğunu bir daha təsdiqləyərik. Düz ədədlər yoxdur, ona görə biraz naməlum qalırdı, amma sualın şərtində adi qraf dediyinə görə tam doğru olmuş olur. Neçə təpə? A, B, C, D, E, F, 6 təpə və neçə til? Adi qrafdakı bununla bu eyni şeydir, bununla bu eyni şeydir, bununla bu eyni şeydir. 3, 4 və 5 til gördük. 5 til. Çünki adi qrafda bir til iki istiqamətini də özündə saxladığına görə belə olur. 6-cı sual A variantı doğru cavabdır. 7-ci sual 4 neçə dəfə icra olunduqdan sonra A dəyişənin qiyməti 2-yə bərabər olar. Baxaq. A dəyişənin qiyməti 2-yə bərabər olmağından ötürü deməli belə. Okey. Gəlin baxaq. Birinci dəfə A 25-dir. A 25-dir. Okey. Deməli, birinci dəfə A 25-dən 12-yə mən buna A1, buna da A2 deyim. A1 olur 12, A1 olur 12. Bunun nə anlamdaşlığı vurulansaydı daha yaxşı olardı. Ə, A yenidən burada dəyişir olur. 2-dən A1, A2 bunlara görə demişəm 13. Olur 6, olur 7, olur 3, olur 4, olur 4'ü 2'ye böləndə alınan tamam qismət ə, anlayışı verir. Bu 2 slash onu bildirmək lazım idi. 2 olur 3, 3'ü 2'ye böləndə tamam qismət 1 olur 2. Aha. Hı -hı. Deməli, biz hər dəfə sualı burada veririk deyə və burada 13 şərt ödəyir, girir. 7 ödəyir, girir. 4 ödəyir, girir. 3 ödəyir, girir. Artıq 2 olur, çıxır. Deməli, 25-dən 5 dəfə dəyişmə prosesi olduğuna görə 7-ci sualda cavab Y variantı 5. Elektron cədvəlin A2 xanasında olan düstur 2 sütun sağa, 2 sütun sağa keçirdilirsə A2 2 sütun sağa keçirdiləndə B, C-yə çevrilir. Daha doğrusu ehtiyac yoxdur. Böyle bir şey yazma. Deməli, dollar A sabitdir. Dollar A qalacaq. Sonra nə deyir? İki sətirdə aşağıya götürülsə. Bir nisbi hissəsidir bunun. Ona görə 3-ə çevriləcək. Bu variantlar keçdi. Sonra slash yerindədir. Slashdən əvvəl daha doğrusu B çevrilib olmalıdır. 2 addım o tərəfə C, D. Elə cavab Y variantı doğru cavab olur. Heç arxasına doğru getmirəm. Bu mütləqdir. Mütləq qalır. Bu hissəsi mütləqdir. Bu hissəsi mütləq qalır. 1-2 addım irəliləyib 3 olur. Bu şəkildə belə davam edir. Yenə də burada dollar 2-də dollar 2 mütləqdə mütləq qalır. A4 olduqda proqramın nəticəsini müəyyən edin. Edək. A 4-dür. F-in içinə 4 gedir. Deməli, burada A-nın qiyməti 4 olur. Bu A-nın, bu A-nın eyni dəyişən adını sahib olmağı mütləq deyil bu arada. Deməli, bu olur 8. Artıq burada sətir tipinə çevrilir. Yəni 8 ədədi yox, 8 simvol olur. B olur 5 dənə 8 simvolu. 8, 8, 8, 8. Bu vurma yox, dənə anlayışı verir. Geriyə də qaytarır 5-dən 8 cavab A variantı. Proqramın nəticəsini müəyyən edək. Görürük ki, for in A, A-nın içindən oxunan hər bir element üçün K-ya mənimsədir nəyi? Ona bölünməsindən alınan natıvan qisməti və qalığı. Yəni, bütün bunlar hamısı 2 rəqəm ədədləri olduğuna görə bu ilk rəqəmi, bu da son rəqəmi olacaq. Deməli, onun üçün yazaq hər biri üçün 3, 7, 5, 11, 13, 9 və 4 qiymətlərini alacaq. Əgər həmin K, yəni rəqəm cəmi 9-dan kiçik bərabər olsa, i-ni vur ona, üstünə K gəl. Okey, i-ni vur ona, üstünə K gəl. Deməli, 12-nin yerində, deməli, B siyasında uyğun olaraq 12-ni 10-a vurub, edəcək 123, sonra
34 üçün edəcək 347, 23 üçün 235, 56 ilə iş olmayacaq çünki bu şərti ödəmir. 67 ilə iş olmayacaq, yenə bu şərti ödəmir. 45, bəli bu şərti ödəyir çünki bərabər halda var. Bu elə edəcək 459. 13 da bu şərt ödəyəcək, eləcək 134. Hədəf tipindədirlər. Max B bizə verəcək 459. Minimum B isə bizə verəcək 123. 459-dan 123 çıxanda edəcək 336. Yəni 10-cu sualda A variantı doğru cavab olmuş olacaq. Keçək 11-ci suala. 11-ci sual proqram etirisini müəyyən edin. Bu nədir? Baxaq. Uy. N23. Onda mütəvəzzə sayı yerindədirmi? Aha, buradan başlayaq da. Deməli, bu edəcək 2. 2-nin qüvvətində 4. Yəni, okey. Ə, bu bizə 4 verəcək. Baxın, bu isə bizə 4 verəcək. STR sizə bu 4 rəqəmin verəcək. Simvolun daha doğrusu. Daha sonra isə gəlin baxan olur. Deməli, ona bölməsi alınan qalaq bu bizə 3 verəcək. Görünür. 3-ün kvadratı 9 edəcək. Daha sonra 9-u sətir tipinə çevirəcək. STR onu sətir tipinə çevirir. Bitişdirəcək. Yəni, yekunda bu olacaq sətir tipində 4 ilə 9-un vəhdəti. Nə qədər ki, bu sətir tipində yox, int görürük. Axırda onun int tipinə çevirəcək. Nə qədər ki, sıfırdan fərqlidir. Cari vəziyyətdə son rəqəmini S-ə əlavə et və rəqəmindən can qurtar. Bu rəqəmdən baxılma prosesidir. Bura rəqəm cəmi olur. 4 ilə 9-un cəmi edir 13. 11-ci sual B variantı doğru cavabdır. Görünür burada ancaq rəqəm münasibətlərinə yön verilib. A45, B32. A45, B isə 32 qiymətini alacaq. Ədəd tipinə çevirdiyinə görə 32, 45 dedik. 45, 32 daha doğrusu. Deyir ki, A-nın ona bölməsi alınan natamam qismət bu edəcək 4. B-nin ona bölməsi alınan qalıq edəcək 2. Cəmi edəcək 6. Deyir ki, əgər sıfırdan fərqlidirsə, 2 sıfırdan fərqlidir bunun, onda ES-yə girməyəcək. Ona vuracaq həmin n dəyişənini. Üzərinə gələcək. A hələ də 45 idi. 45-in ona bölünməsinə alınan qalığı. Bu da bizə verəcək 64. Amma qalığı yox. Natamam qisməti. Bir dənə baxaq. Nəysə elə bir ki, səhv edirmiş kimi gəldi. Ay. Diqqətləmədik sualın şərtinə yorğunluq görünür. Özünü göstərir. Tək disə deməkdir. Bu cüt deyilsə, onda bura girmir. Çünki 6 cütdür. Onda bura girir. 10 dənə new n bu 6-ya vurulacaq. B faiz 10 2 verəcək. Buna görə də bura 10 dənə 6 plus 2 62 qiymətini verəcək. 12-ci sual D variantı. Bu gün artıq bu 3-cü çəkdiyim sınavdır. Proqram nəticəsini müəyyən edin. Nə deyir? Deyir ki, əgər A-nın içində A iterable sətirdə görsənir. Fərqlidirsə böyük A simvoluna və fərqlidirsə kiçik A simvoluna. Qısası A simvolu deyilsə, K dənə həmin simvolu əlavə et ora. Baxaq görək. K dənə həmin simvolu əlavə et ora. Deməli, bu ilk dəfə B-də olacaq. K burada diqqətli olaq. Hər dövr üçün dənə-dənə gedir. Deməli, K burada 1-dir. Buna görə buna 2 olacaq. Buna 3 çünki 1-1 artır. 4, 5 indeks deyil ha bu. 6, 7, 8, 9. Gəl baxaq. Deməli, burada ödəyəcək bir dənə, deməli, 2 dənə B. Ona görə bu B dəyişəninin içində olacaq 2 dənə B dən ibarət sətir. Sonra bu C-də rastlaşılacaq 4 dənə C-dən ibarət sətir. Daha sonra olacaq içində 6 dənə D-dən ibarət sətir. 6 dənə D-dən ibarət
Sətir 6 dənə yaza biləcək. Bura 4, 5. Birini də bura yazaq. Olsun 6. Neyse 6 dənə D-dən ibarət sətir. Ə, yox, yox, yox. Tələsdik. Yenə girintiyə diqqətləmədik. Bir dənə diqqətləyə biləlim. Baxın. Bu K yalnız A olmayan simvollarda artırılır deyə. Onda deməli bu B üçün 1 olacaq. Ə, B-də İK-nın bir qiymətinə istifadə ediləcək. C-də 2 qiymətindən, D-də K 3 olacaq. Yalnız bu şərt ödəyəndə artır. F-də 4 olacaq. Y-də 5-dən istifadə edəcək. Flip 6 olacaq. Yəni K buradan çıxanda 6 kimi çıxar. Diqqətli olaq. Baxın diqqəti əldən verənlə yaxşı ki ortada gördük. Deməli heç nə ə, i neçədirsə həm i nədirsə onu k dənə. Deməli birincisi olacaq bir dənə b. Biz niyə iki dənə b yazırdıq ki, bəyaları görə. Bir dənə b, aha. Birincisi olacaq bir dənə b. Sonra sonra bunu əlavə edəcək. İki dənə c simvolundan ibarət sətir. Sonra üç dənə d simvolundan ibarət sətir. D simvolundan ibarət sətir. Sonra 4 dənə F simvolundan ibarət sətir. 4 dənə F-imizi də yazaq. Sonra 5 dənə Y simvolundan ibarət sətirimizi də qeyd edək. Bura, okey. Və nə deyir? 5-ci də yazaq. Deyir ki, B2. B bu siyahıdır. Deməli, bu siyahının içində rəngi dəyişək, qarışdırmayaq. 0 nömrəli element, 1 nömrəli element, 2 nömrəli element, 3 nömrəli element, 4 nömrəli element. Deyir ki, len B2, len B2 bizə nə verir? Len B2 3 verir bizə. Bitişsin. Len B len B minus 1. Bu sonuncu elementin özüdür. Sonuncu elementin özü budur. Bunun uzunluğu bizə 5 verəcək. Buna görə də 13-cü sualda 3 plus 5 bizə 8 qiyməti verəcək. Cavab D variantı. N 67 K7 oldu da proqramın nəticəsini müəyyən edin. Bir qurtulacaq. Deməli, K, N burada 67 ədədidir. Int type'dan olduğuna görə K burada 7'dir. Deyir ki, hı -hı, deyir ki, bu nədir? Deməli, bizim videolarımıza baxan yoldaşlar, bundan əvvəlki videolara, yəni bundan əvvəlki axırki videoya baxan belə buradan nə baş verdiyini görər. Bu 67 ədədini 7'li say sisteminə çevirəcək. Səbəb nədir? 7'li say sistemində ədəd sətir tipində olasıdır. Çünki onlardan başqa digər hamısı sətir tipindədir. Və bu 7 olduğuna, bu onluğa qədər çevirməyə qadirdir. Uyğun qalığa malik uyğun simvolu götürür. 67 ədədin 7'li say sisteminə çevirsək, bu 49 plus 18'dir. 18 də 14 plus 4 kimi yazardım mən bunu. 49 üçün 1, 14 üçün 2, 4 üçün də 4 yazardım. Yəni 49 bir dənə 7'nin kvadratı, 14 2 dənə 7 üssü 1. Dediyim kimi belə sürətli şəkildə etməkdən ötürü bizim videolarımıza baxmağınız məqsədə uyğundur. Və 14-cü sualda cavab B variantı olacaqdır. 15-ci suala keçid edək. Nə oldu ancaq Python'dur bu? Aa, deməli. Baxaq görə buradan nədir ki bu mövzunun adı? Ümumi sınavdır da bu. Okey. 15-ci sual. Deməli, diqqət edək bunları ayıraq birincisi gözümüz dəyməsin. Nədir? Deyir ki, for in range 0 len byte minus 1 belə bir şey deyir. Byte simvolu, daha doğrusu byte sətrinin birini buna nə edəcək? Diqqətləyək. Qeyd aparırdım. Burada bir kiçik xəta gördüm. Ona görə. Deməli, for range 0 len byte 1 sıfırdan bunun edəcək 3'ə kimi. Yəni, bu i alacaq 0, 1 və 2 qiymətləri. I 0 alanda i plus 1 uyğun olaraq alacaq
1, 2 və 3 qiymətlərini. A0, A1, A2, A3. Yəni bir dənə ə, A1-dən olacaq i, sonra 2 dənə ə, A2-dən 2 dənə t, sonra 3 dənə A3-dən, yəni 3 dənə də E simvolu. Niyə alt bal çıxdılar? Çünki hər bir printin sonunda default n dəyəri var. Bu da ki slash n'dir. Bununla işimiz yoxdur. Buna uyğun 1-ə A variantı uyğun gəldi. Sonra diqqətli olaraq görək nədir? Deyir ki, sıfırdan yenələyin bu 3 elədi bizdə. 0 dənə A0, yəni 0 dənə B. Bu bizə bir dənə boş atacaq, heçinə düşəcək. Elə bir, bu sətirdə heç nə yoxdur. İkinci sətir və üçüncü sətirə diqqət edək. Birinci sətirdə, yenə deyirəm, heç nə olmayacaq. Ə, ikinci sətirdə bir dənə A1, A1 idi. Buna görə nə olacaq? İ-dən bir dənə. Sonra 2 dənə burada üçlü deyə, üçü görmür. 0, 1, 2 qiymətləri alır. 2 dənə də A2, A2 də bizdə T simvoludur. 0, 1, 2, 3. Ona görə də 2 dənə də T. Elə buradaymış. Burada da B. Dediyim kimi, burada amma boşluq görsənməlidir. Daha sonra nə deyir? Heç nə, bir nömrəli simvoldan, yəni buradan başlayaraq ə, axıra kimi, 1-dən 4-ə kimi, yəni i-nin qiymətləri olacaq bizdə nə? 1, 2, 3, 4-ün özünü almır. Bir dənə A1, yox, bir dənə ulduz, gəlin, ə, bir dənə ulduz, bir dənə ulduz, sonra separate görsənməsə də burada separate işə düşəcək. Deməli, burada. Burada separate təsiri olacaq. Yəni biraz boşluq, bir boşluqda doğrusu. Bir dənə A1, bu da edəcək i. Sonra 2 dənə ulduz, 2 dənə ulduz, 2 dənə ulduz, boşluq, daha sonra isə hansı simvol olacaq? Daha sonra isə nədə qalmışdıq? A2-də idi, düzmü? 2 dənə T simvolu. Daha sonra 3 dənə ulduz və 3 dənə Y simvolu. Y, deməli, boşluq qoyaq, sonra Y-ni qoyaq. Çünki separate öz təsirini göstərir. Y. Buna oxşar cavab. Okey. Budur. Gəlir cavab C. Yəni 3-ə də C. 1-ə A, 2-ə B, 3-ə C görürük. Neçən sual idi bu? 15-ci sual. 1-ə A, 2-ə B, 3-ə C. 1-ə A, 2-ə B, 3-ə C. 1-ə A, 2-ə B, 3-ə C. 15-ci sualda elə C variantı doğru cavabdır. N3 K2 oldu da proqram nəticəsini müəyyən edin. Okey, edək. N3 N3 K2 olsa bu funksiyanı çağırıb içinə N ilə K-nı ardıcıl göndərəndə bura yenə 3, bura 2 gəlir. A olur 3. Deməli, bir dövrü proses gedir. Ona görə yazacağım. A-nın ilk dəyişimini A1, sonra K dəyişimini, sonra A-nın növbəti dəyişimini qeyd edirəm. A-nın ilk qiyməti 3, K-nın ilkin qiyməti 2. Deməli, bu şəkildə də A-nın kvadratına bərabər oldu 9. K oldu artıq 2 idi. 1 vayda azaldı oldu 1. A 2 vayda azaldı oldu 7. A artıq K sıfırdan fərqlidirmi? Bəli. 7-nin kvadratı 49. K 1 vayda azaldı oldu 0. Burada dövür bitmir. Çünki burada dayanamırsan. Fırlanıb gəlib yenidən soruşa bilərsən. 49-da da 2 vayda azalır 47. K bu şərt ödənmir. Çıxır. Geriyə qaytardığı dəyər olur 47. Cavab A variantı. 16-cı sual A variantı doğru cavabdır. 17-ci sual proqramın nəticəsini müəyyən edin. For K in range hər dəfə 7 vayda azal.
Burada K'nın alacağı qiymətlər 4, 5, 6, 7 və 8-dir. Yəni 5 dəfə işlədəcək. K bunun içində fırlandıqca belə deyək. 5 dənə 67-ni də əgər 5 dənə 7 qədər azaltsam, 67-ni 5 vurulsun. 67 Xətərləməyə doğru gedirdi. Görünür gecə video çəkməyi dayandırmaq lazımdır. 5 vurulsun 7 desə bu bizə verəcək 32 cavabını. 17-ci sualda C doğrudur. O isə verilən ötürülmə sürəti 1024 kibit saniyə olan rabitə kanal vasitəsilə 8 kilobayt həzmin fəaliyyət edir. Eyni vaxt ərzində digər rabitə kanalı vasitəsilə bu ötürülən həcm necə kilobayt olar? Okey. Zaman konstantdır. S bərabərdir VT düsturundan. Zaman konstantdır. Zaman konstantdırsa S və V bir-birindən düz mütənasib olacaq. Sürət gördüyümüz kimi 4 dəfə azaldığından, yəni V2 dörddə bir V1 olduğundan bu səbəbdən dolayı da ötürülən informasiyanın miqdarı 4 dəfə azalacaq. 8 kibaytı 4-ə böləndə edir 2 kibayt. 18-ci sual C variantı. Əlavə hesablamalar etməyə ehtiyac yoxdur. Vaxt qazanma lazımdır. İnternet resursu identifikatorunda protokol hissə hansıdır? Okey. HTTPS identifikatorunda. Okey. Aa, HTTPS cavab A protokol. Nicat məşqdə fəaliyyət göstərən 6 dərnəkdən üçüncüsündə məşğul. Bu məlumatın informasiya miqdarı ən azı neçə bit olar? Hı -hı. Deməli, bu məlumatın yox. Bu da qeydlər bir yerə. Bu məlumatın yox. Nicatın belə bir yəni 6 vəziyyətdən üçüncüsündə olmağı vəziyyəti bəli 6 dənə ola biləcək vəziyyət var deyə e, bu olur. Deməli bircə də bir şey qeydləyim. Aha. Bu olacaq 3 bit. Səbəb nədir? Səbəb ondan ibarətdir ki, 6 vəziyyəti kodlaşdırmaq üçün 1 bit yetmir. 1 bitdə 2 vəziyyət, 2 bitdə 4 vəziyyət, 3 bitdə 8 vəziyyət. Bu səbəbdən dolayı A plus B cəmli ikili sayı sistemində heç yorulmarıq. Bunu nə? Hər ikisini mən onluğa keçirəm, yorumuram özümü. Bu 255'dir, bu da 10. Bu 1-0'dır. Ha ha. Okey, okey, okey. Bu 1-0'dır. 1-0'dırsa onluğa keçmirəm. Deməli, FF 255'dir və yaxud 4 dənə 1, 4 dənə 1 yaza bilərik. Bu da 1-0'dır. Yəni bura bir dənə 1-0 yazsaq, o ikiliyi alt bal. Zaten bunu 257 kimi yazardım. Bir arxasında 0 budur. Cavab C çıxardı. Belə də yazaq, qoy. 1, 2, 1 yadda. Yenə 1 yadda keçdi, 1 yadda keçdi, 1 yadda keçdi, 1 yadda, 1 yadda, 1 yadda. O 1 yadda da bura keçdi. Yəni cavab 21-də C variantı. Şəbəkə topologiyasına aid değişkin topologiyası var. Ulduz var, halqa var. Port başqa şeydir. Yəni kompüterdə qurğuya aid bir şeydir. Ona görə hibrid varmı? Bəli, hibrid bir neçəsinin, yəni məsələn ulduz halqa topologiyası var, belə və s. var. Elektron cədvəlin diapazon əsasında diaqram qurulmuşdur. Diaqrama əsasən C3 xanasında hansı ədəd olmalıdır ki, hansı ədəd olmalıdır, belə bir şey alınsın. Deməli, birinci ilə üçüncü bir-birinə bərabər olsun deyə B3 varmı bizdə? Aha. Birinci ilə üçüncüsü D3 plus B3. Okey. Deməli, C3 var bizdə, B3 var. C3 bilmirəm nədir. Birinci ilə üçüncüdür ya. Bu birinci ilə dördüncüdür. Gözəl, tələsdik, tələsdik. Oy, oy. Birinci ilə üçüncü nədir? Deməli, D3 yox. Bu belədir ki, qayda saat əqrəb istiqamətində bu birinci hissə, bu ikinci hissə, bu üçüncü hissə, bu da dördüncü hissədir. Ona görə belə deyək, B4 ilə B4 ilə
Y4 bir-birinə bərabər olmalıdır. Gəlin yoxlayaq, belə cavab ala bilirik, hesablaya bilirik, yəni yoxsa yox. C3'ümüz x-dir. Yəni bunu qiymətləndirsək, deyəcək ki, x plus 2 vurulsun 2. Bu bizə B4'ü verir, yəni ilk xananı. Və son xanada buna bərabərdir deyə getdik. C3 vurulsun Y3. C3 yenə bizə x-ı bilmirik. Vurulsun Y3 5x. Okey. Çıxılsın. Mötərizə içərisində alaq. B3 plus C3. B3 2'dir. X plus 2. Deməli, burada alınır 2x plus 4 bərabər olur 4x çıxılsın 2'ye. O zaman 2x beraber olacaq. Bu tərəf keçdi, bu tərəf 6'ya. X də bərabər olacaq 3'ə. Deməli, neçənci sual idi bu? 23-cü sualda biz 3 cavabını almış olduq. Cavab 3. Biraz səliqəli bir kimi eləmək istədik. Daha da iyrəncünə qoyduq. 24 mətn redaktında yardımcı sənədin bir səhifədən ibarətdir. Okey. 4 ədəd ağ-qara rəngli təsvir olunub. Əla. Mətn faylının yadda saxlanması üçün neçə klassdan istifadə olunar? Bu sualda cümləni dəyişək. Sualda biraz dərin bilik yerində. Burada bir xəta var, amma dərin bilik yerindədir. Deməli, cavab almaq üçün sualı işləyəcəm. Məsələ nədən ibarətdir? Mətni informasiyanı. Aha, yox, xəta yoxdur. Şərti olaraq deyib, boş sənədin həcmi 0 bal qəbul olunur. Yəni, digər şeylərə görə bal, yəni, eləmək deyib. Bunda elə normal olur sual. Ə, yenə də amma müəyyən səbəb var orada. Artırdıqca dəyişim olur. Onunla işimiz yoxdur, kodlaşma. Neysə, 4 dənə 4 dənə qrafik təsvir var. Bu qrafik təsvirlərin hər biri 256 vurulsun 512. Yəni 208 vurulsun 209 dənə özündə piksel saxlayır. Bu piksellərin hər biri ağ-qara rənglidir deyə, ağ-qara deyəndə monoxrom deyilməlidir. Deyə hər biri bir bit özündə informasiya saxlasa, bu nə qədər eləyir? Baxaq görək. Deməli, bu edəcək 219 bit. 219 bit edəcək 206 kibayt. 206 kibayt edəcək 64 kibayt. 64 kibaytı da 4 kibaytlıq qablara 4 kibaytlıq qablara düzəndə 64 16 dənə edir. 16 dənə edir. Okey. Bu arada mətn redaktoru, mətn prosesoru desək daha yaxşı olardı. Çünki şəkillərlə işləmək bacarığına görə bu səbəblərdən dolayı bunu biraz belə deyək, fərqli ifadə etməyimiz daha yaxşı olardı. Verilənlər bazasında cədvəl fraqmentinə əsasən neçə şagird ən azı 2 müxtəlif dərnəkdə məşğul olur? Okey, okey. Sualın bir tərəfi bu tərəfdədirmi? Nədir? Okey. Hı -hı. Yaxşı. Burada bunlara ihtiyac var mı? Yoksa yok. ID, okey. Şaracı da aidisi deməli. Fən aidisi, dərnək, şahmat. Neysə. Burada heç o tərəfə baxmayaq. Deməli, burada bir şagird gördüyümüz kimi. Daha sonra ardıcı gedib qəşəy. Sonra ikinci şagird. Sonra üçüncü şagird. Aha, aha, aha. Aha. Deməli belə. Aha, ardıcıl deyir deyir, gördük axırda ardıcıl deyir. Deməli bu şagird elə bu şagirddir. İşimiz yoxdur ondan. Deməli bu şagird
burada digər bir dərnəyə də gedir. Zaten bu şagirdi biz qeydləmişik. Deməli, bu da olur dördüncü. Yəni nətər? Bu qırmızıların arası bir. Burada fikir verin. Bura və bura 35.02-yə də gedir. Yəni 4 dənə şagird oldu. Deməli kimlərdir? 22.01 şagird, 22.02 gördüyümüz kimi. Yəni cədvəldə 2 dəfə rastlaşılıb da. 22.03 bir dərnəyə gedir. 32.09 gördüyümüz kimi 2 dərnəyə. 33.12 bir dərnəyə. 33.14 isə 2 dərnəyə gedir. Davam edək. Sətir və sütunların saylarının asilini müəyyən edin. Deməli, HTML-də bu bir table row'un açılışı. Geldi. Burada bağladı. Bu birinci sətir. Okey. Düz gördü. Bu verməli birinci sətir. Bu ikinci sətir. Bu isə üçüncü sətir olur. Sonra isə deməli bunun hər birində indi rəngi dəyişək, o rahat görək. Birinci xana, ikinci xana, üçüncü. Vay. Üçüncü ayraq buna. Üçüncü xana. Gördüyümüz kimi hər bir sətirdə 3 dənə xana ilə rastlaşırıq. Bir, burada xana var, amma doldurulmayıb. Olar, problem deyil. 1, 2, 3. Deməli, 3 dənə sütun, 3 dənə sətir var. Sətir və sütunun hasili ümumiyyətlə sətirlərin hasili, sütunların saylarının hasili xana sayını verir. Yəni 9 dənə edəcək ki, burada cavab 9. Uyğunluğu mənim. Hər hansı məlum virüsə yoluxmuş faylları aşkarlamağa belə deyək, imkan verir. Bu iş qabiliyyəti saxlama proqramı ilə dəyişir ki, onları virusa yoluxmuş kimi görünür. Bu dəqiqdir ki, vaksindir, tələsmirik. Yoluxmuş faylı aşkarlama yanaşı onları ilkin vəziyyətə gətirməyə çalışır. Okey. Deməli, bu doktorun işi olur. Bu doktor və ə, belə deyək də onları ilkin vəziyyətə gətirməli. Yəni nətər? Bu ilkin vəziyyətə iki dənə şey gətirə bilər. Doktor və doktor müfəttişlər. Faylları aşkarlamaq sözü də vurğulayıb deyə indi C seçərik, amma doktorlar təyin tapılmışları edə bilirdi. Nəysə, doktor müfəttiş seçmək olar. Ə, doktor belədir ki, belə deyək, ilkin vəziyyətə gətirməyə çalışır. Sadəcə bu ifadə birbaşa doktor müfəttişin tərifidir. İstəsəz kitabdan da bunu vurğulayarıq. Qaldı ki, fayllarda virusların yoluxmasını. Deməli, bir var müfəttiş, bir də var detektor. Detektor yaddaş qurğularına deməli gəzkəndir. Müfəttiş isə nə deyim? Müfəttiş isə bir qayda olaraq faylların cari vəziyyətini təhlil edərək edə bilir. Gəlin bunu bir kitabdan dəqiqləşdirək. Çünki bu videonun burasına baxan yoldaşlar olacaq ki, müəyyən bir sual altında qalacaqlar. Mən dediklərimi biraz sorğulayacaqlar. Amma bir şey vurğulamaq istəyirəm sizin üçün. Deməli, gəldi informasiya təhlükəsizliyi hissəsində kitabdan deməli burada vurğulayacaq inşallah. Deməli, ödənişsiz, xeyr, anti. Baxın, detektorlar əməli yaddaşdırıcıdır. Onlara məlumatların axtarışını təmin edir. Müfəttişlər isə qovlar və sistem saymasını yadda saxlamada dövr ilkin vəziyyətlə müqayisə edir və təyin edir. Yəni o birə bunun da demək olar, bu bilikdən onu da demək olar. Belə. Sonra qaldı ki, doktora virusların aşkar edilməsi və zərərsizləşməsinə imkan verir. Gördüyünüz kimi aşkar edir və zərərsizləşdirə də bilir. Yəni bu o deməkdir ki, belə deyək ki, bunu abituriyentlərindən biri soruşmuşdu cavabların çıxmağına görə. Bu o demək ki, yəni bu C də uyğun gəlir bura, A da uyğun gəlir. Bunlar da ikiyə hər hansı məlum virüsə yoluxmuş faylları aşkarlamağa imkan verir. Bu direkt olaraq
doktor müfəttişin işidir. e, Bitişdirir. Amma qatdıq, yox, estağfurullah, nədir? Şey qarışdırır. Doktor müfəttiş nədir? Hər hansı aşkarlamağa imkan verir, deməli. Okey. Deməli, gəlin baxaq. E, deməli, müfət bu zaten detektor axtarışını təmin edir və onları tapır. Belə. Müfəttişlərdə müqayisə edir və müqayisəsinin nəticəsində buna imkan verir. Yəni aşkara virus failləri aşlamağa imkan verir. İmkan verir. Yəni digər iki variantı müfəttiş və detektoru yox, müfəttiş və detektoru, yəni B və D-ni bura qeydləmək olar. Hətta doktor müfəttişi də yəni bura qeydləmək olar. Yəni bu sualdan belə də xoşum gəlmədi. Belə deyək, bu sualda. Qeyd edin bir yerə. Davam edək. Sizə təqdim olunmuş tapşırıqlar. Okey. Blok sxema baxan kimi birinci baxmalı olduğumuz şey hansı növ alqoritmdir? Bu görə budaqlanandır. Niyə görə? Sadəcə bir x üçündür. X-i verdiyi girişə, x-in girişə verilməsindən sonra x-in 5-dən böyük halları üçün, x-in 5-dən böyük halları üçün, yəni 3 hal var, 2 dənə rom tətbiq edəcək. X-in 5-dən böyük halları üçün x hesablanır. Nə? Y daha doğrusu x plus 5 olaraq hesablanır. X plus 5 olaraq hesablanır. Əksi halda əgər 5-dən ya kiçik vəziyyətdə qalır, ya da 5-dən digər hal 5-ə bərabər hal olur. Da üçüncü bir şərt yazmayacağım. X 5-dən kiçikdirsə, burada y-ə mənimsədirəm. X minus 25-i. Yox. X elə bərabərdirsə ox işarəsini qoyaq. Onda y elə 17 də mənimsədə bilərəm. Nəsə x plus 12 mənimsədək. Yəni direkt olaraq bunun yerinə 17 də yaza bilərdik. Çünki hazır qiymətdədir. Deməli, istənilən halda if, elif, else strukturudur. Y çıxışa veririk. Çünki istənilən halda y alınır. Və işimizi sonlandırır. Hər ehtimala da gətirib bura baş yazırıq. Keçdik növbəti suala. Sual nömrə 29. Elementləri 3 rəqəmli natural ədədlər olan. Okey. Hazır bizə bu nədir? Bu heç. Bu error. Bu arada deyim, bunu etmək olmaz. Çünki STR object does not support item assignment. Bu videodan əvvəl miqdars keçirdik. Orada miqdar sertifikasiya dərsi, daha doğrusu təkmilləşdirmə daxil. Orada bu nümunəni göstərirdik. Qalıb da oradan burada. Elementləri 3 rəqəmli natural ədədlər olan. Okey. Yazaq bu siyahını. Çünki siyahı sualın şərtində nümunə yox. Verəndə, hazır verəndə. Onu yazmaq lazımdır. 422, 334, 232. Okey. Birinci və sonuncu rəqəmlərinin cəmi sadə olan. Birinci və sonuncu rəqəmlərinin cəmi sadə ədəd olan. Okey. Birinci və sonuncu rəqəmlərinin cəmi 18-dən kiçik bərabər şərtini ödəyir deyə yaxşı olar ki, bu rəqəmlərin cəmi deyərdik. Bu belə. Uzun söhbətli niyə görə daha kütləvi. Neysə, bir sadəlik funksiyası yazacağım. Sadə dirimi. Dediyim kimi sadəlik məşhurdur. Bütün abituriyentlərə məsləhətdir ki, bunu yazsa. Yəni çünki bütün müəllimlərin xoşuna gəldiydi. Əgər x 1-dirsə, return edək false. Səbəb nədir? Səbəb ona görə yox ki, bir nə sadədirlə mürəkkəb. Səbəb odur ki, sonradan bu dövrə girəndə birlə bu dövrə girmək olmur və bu dövrdən salamat çıxır deyə orada true'a düşər. Ona görə bunu belə yazırıq. Return true.
Yəni mürəkkəb dirimi adlı bir funksiya yaratsaydım buna ehtiyacım qalmayacaqdı. Çünki buradakı false-la true-nun yeri dəyişir. Bilməyənlər üçün vurğulayım. Sadə ədəd yalnız birə və özünə, yəni 2 və yarısı parçasında böləni olmayan ədədlərə deyirlər. Niyə burada S, M falan belə bir şey yazmırıq? Zaten bura kimi gəlibsə, yəni bu xəttə gəlib düşübsə, bu o deməkdir ki, bu heç vaxt bunları qaytarmır. Çünki funksiya bir qiymətli bir şeydir və geriyə qaytarır bir dəfə qaytarır. Bu səbəblərdən dolayı sözsüz ki, bunu kök altı ilə yaza bilərdik. Bu hissəni int type verərdik. Etmirik, yormuruq özümüzü. Cəmi sadə olan elementlər B siyahısına əlavə edin. Aha, mən də bir dənə B siyahısı götürəcəm. Bunun hamısının 3 rəqəmlidir. Baxın, mən fərzləyəcəm ki, bu nəinki 3 rəqəmlidir, n rəqəmli, biraz geniş yazacağam. Deyəcəm ki, heç dəyişiklik etmirəm deyə, indeksiz oxuyacağım. For x-in A. Ə, deməli, ilk rəqəmi götürməyin ən rahat yolu, ilk rəqəm, bax, ilk yazacağım. Ən rahat yolu ə, ixtiyari bir şey üçün, yəni uzunluqda olan natural ədəd üçün STR tipinə çevrilmiş həmin bir şeyin ilk simvolu deyə bilərəm. Baxaq, bu da son simvolu deyə bilərəm. -1 son simvolu bu şəkildə ilk, buna da son deyək. Sadəcə bunlar sətir tipindədir deyə ədəd tipinə çevirəcəm ki, hesablama əməliyyatına salınıb. Daha doğrusu gəlin belə eləyək. Ə, olan elementləri cəmini C ilə ifadə edək. Nə deyək? Deyək ki, int ilk niyə burada çevirdim? Çünki hesablama əməliyyatına burada girirdim deyə ümumi məntiqi təfəkkürü yerində saxlamaq istəyirdim. Bu arada artıq saat gecə 2-yə işləyib. Daha sonra deyir ki, sadə dilimini çağırıb bunun içinə C-ni göndərəndə, yəni əgər sadə dilimini göndərəndə içinə true qayıdırsa, zaten bu true'nu yazmayıb default true'luqla müqayisə eləyir, amma mən yazıram həmişəki kimi. Nə edir? Olan elementləri əlavə et. Okey. Bəzi yoldaşlar burada X-i doğramaq işi ilə gedərdilər. Onda kopya götürmək lazım olardı. Unutmayın, çünki X məhv olub çıxacaqdı oradan. B-yə append edirəm. Nəyi? Həmin X-i. Və hər ehtimala axırda print B. Diqqət etdisə, mən bu ədədləri görməzdən gəldim. Həmişə belə edin, görməzdən gəlin. Balınızın kəsilmə nədə deyir? Bunu intə çevirmişəm, bu qaldı. Diqqətləmədik. Tələskənlik. Son yazmışam hətta burada. Görsənir ki, yorğunluq artıq özünü bürüzə verir. Aha. Aa, vay, vay. Dörtbucaq mötərizə ara yazmışam. Mən. Base 10. Estera nədir? Estera nədir? Esterikız. Ay, ay, deyirəm də. Esterikız. Belə bir element yoxdur mu? Niyə? Okey. İlk, son. Niyə belə bir element yoxdur ki? Nəyi səhvlədik biz? 2 ilə 5 bu olmalıydı. 3, 8 olmalıdır. 1, 4 olmalıydı. Maraqlıdır. Sadə termini çağırıb içinə göndərəndə. Baxaq görək. Nəyi səhv edirik biz? Okey. İxar gəzdi. İlk və son. Sonra yanların götürdü. Int ilk və son. Maraqlıdır. Maraqlıdır. True, false. Mm-mm. Ya sətir tipinə çevirdim həmin X-i. Aha, bizdə niyə görə bir problemlə qarşılaşdığımızı hələlik. Burada niyə C-ni göndərməli idi də düzdür. Cəmi. Cəm nədir? İlkin cəmi. STR 0, bu da -1. Deməli, burada deyirlər yaman yerdə açamadıq. Sıxıntımız nədir? Sıxıntımızı təyin etmək üçün debug prosesi eləyəcəm hər dəfə. İlk və son ifadələrini çıxardacağım. Görək nədə sıxıntımız var. 2, 5. Okey. Okey. Hər dəfə də burada C-ni çıxardacağım.
Bir dəqiqə baxaq. 2, 5, 7, 3, 8, düzü bir 4, 5. Burada bir sıkıntımız yoktu. Yaxşı, sadə dilimini göndərəndə true qayıdırsa, B-yə append elə X-i. Niyə? Niyə görə belə bir sıkıntı ilə rastlaşırıq biz? Aha, niyə görə belə? Deməli, X 1-dirsə, okey, 2-dən yarısına kimi yarısı da daxil. Böləni varsa, nədir ki, sıxıntımız nədədir görə bilmirəm. Baxaq görə yuxarıdakı nəsə kodlarda bizdə bir dənə baxaq, birdən yuxarıdakı deməli X asterix X son C sadə dilimini göndərəndə C-ni true qayıdırsa görə bilmirəm. Deməli, ilk san. Okey. Sadəlik funksiyasında nəyə xəta eləmişik ki biz? Gəl eləyək də. Return-dən əvvəl hər dəfə mən burada print C vuracam. Sadəcə görüm deyə. Okey. Sadədirmi funksiyamız düz işləmir. Niyə? Sadədirmi həmişə false qaytarır. Niyə? Okey. Nədən ola bilər bu? Dəyişən adını. Gəl bir dənə burada detect eləyib. Print -1 verirəm. -1'lər çıxır. Deməli, funksiya hər biri üçün bura kimi gəlir. Bin range 2-dən yarısına kimi mən baxacam. Oy, 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 oy. Deməli belə. Səbəb odur ki, deyirəm də artıq yorğunçuluq öz sözün həqiqətən deyir. Return false artıq heç bir sıxıntımız qalmadı. Düzəldək. Ara yerdə debug prosesi necə olunur onu da gördük. Deməli icra etdik. Bu düz. Nə deyir? B siyasətini əlavə etdik. Okey, hər bir elementi bu elementi sistem olmaqla digər elementlərin cəmi sadəlik funksiyasında sadəcə şərtsiz return false vermişdik. Olur belə. Heç bir sıxıntı yoxdur. Bura bir də oy 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 qaytarım. Bir dənə icazənizlə qoyum yerinə. Dediyim kimi buradakı səhvimiz Ctrl X if neydi? X minus B beraber false. Return false. Buna ihtiyacımız olmadı dedik. Run edək. Okey. Deməli, A siyahısı var. İçindəki elementlər nədir? Baxaq. Hazır verib nümunədə deyil. Nümunədə təzən verməyinə əgər burada veribsə olduğu siyahını yaza bilərdik. 1, 2, 3, 4, 5. Deməli, elementləri klaviaturadan daxil etməklə. Nəysə, bunların cəmini bir dənə cəm adlı dəyişəndə saxlayacağım. Sum iterable bir şey istəyir, saxladım. Siyahının elementini dəyişdirəcəm deyə ona indeks ilə müraciət edəcəm. Bu da sıfırdan len A. Götürüb bura 5 yazmağın adı yoxdur. Bal kəsilə bilər. Deyəcəm ki, i-yə mənimsət, yəni i nömrəli elementi dəyiş. Deməli, el deyil, A-dır. Deməli, A-yə mənimsət nəyi? Cəm çıxılsın cari AI və yekunda print A edəcəm və icra edəcəm. 14, 13, 12, 11, 10. 14, 13, 12, 11, 10. Deməli, ediləcək səhvlərdən biri bunu götürüb bura qoymaq idi. Əgər belə etsək səhv olmuş olacaq. Niyə? Baxın, deyəcəm. Səbəb odur ki, siz hər dəfə yenidən sum tətbiq edəndə dəyişilmiş siyahıda yenidən samlayırsınız. Ona görə bu cür bir şeylər maxdır, mindir. Bunu əvvəlcədən qeyd etmək daha məqsədə uyğundur ki, belə səhvdən yayınaq. Belə ümidvaram bu
Sizin xeyrinizə olacaq bu video. Düzü yorğunluqdan biraz yubanmalarımız oldu. Videoda nədən xoşunuz gəlmir kommentlərdə bildirə bilərsiniz. Kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Növbəti gündə növbəti videolarla qarşılaşmaq ümidi ilə gün ayın 23-ü idi may ayının. Sağ olun, salamat qalın.